Dünyada elə həbsxanalar var ki, onların adı sadəcə cinayətkarlarla deyil, eyni zamanda burada hökm sürən dəhşətli rejim və qeyri-insani rəftarla yadda qalıb. Bu cəza çəkmə müəssisələri ən ağır cinayətlər törətmiş şəxslər üçün nəzərdə tutulub və burada yaşananlar insan ağlına belə sığmır. San Quentin həbsxanası Amerika Birləşmiş Ştatlarında yerləşir və ən məşhur cəza çəkmə müəssisələrindən biri sayılır. Burada ölüm cəzasına məhkum olunmuş şəxslər üçün qaz kamerası mövcuddur. Həbsxanaya yalnız ən ağır cinayətlər törədən məhbuslar gətirilir. Məhkumlar uzun müddət təkadamlı kameralarda saxlanılır, fiziki və psixoloji işgəncələrə məruz qalırlar. San Quentin Amerika Birləşmiş Ştatları kriminal tarixində xüsusi bir yer tutur. Alcatraz həbsxanası Amerika Birləşmiş Ştatlarının San Francisco körfəzində yerləşir və dünyanın ən sərt rejimli həbsxanalarından biri olub. Ada üzərində yerləşməsi səbəbindən buradan qaçmaq mümkünsüz idi. Alcatrazda mafiya başçıları, təhlükəli qatillər və ən ağır cinayətkarlar saxlanılıb. Bu həbsxana illərdir dünya miqyasında olduqca məşhurdur. Venezuelada yerləşən Sobeneta həbsxanası ən qəddar cinayətkarların saxlanıldığı yer kimi tanınır. Bu yer əsl cəhənnəmi xatırladır. Burada cinayətkarlar dəmir qəfəslərdə saxlanılır. Normalda 20 nəfər üçün nəzərdə tutulmuş qəfəslərdə 150-200 nəfər məhbus olur. Həddindən artıq sıxlıq, gigiyena çatışmazlığı və zorakılıq burada adi hala çevrilib. Gitarama həbsxanası isə dünyanın ən qəddar rejimli cəza çəkmə müəssisələrindən biri kimi tanınır. Bu cəza çəkmə müəssisəsinə düşən şəxsin sağ qalması möcüzə hesab olunur. Həbsxanada qida çatışmazlığı o həddədir ki, məhkumlar aclıqdan bir-birlərini yeməyə məcbur qalıblar. Bu həbsxanada dəhşətli infeksiyalar yayılıb və çox sayda məhbus həyatını itirib. Fransanın paytaxtı Parisdə yerləşən Sante həbsxanasında məhkumlara qarşı xüsusi qəddarlıq hökm sürür. Burada zəif olan məhbus daim təhlükə altındadır. Məhkumlara gün ərzində cəmi 4 dəfə kameralardan çıxmağa icazə verilir. Fiziki və psixoloji təzyiq bu həbsxananın ən əsas xüsusiyyətlərindəndir. Türkiyədə yerləşən Diyarbakır həbsxanası dünyanın ən təhlükəli həbsxanaları sırasında 3-cü yerdə göstərilir. Burada insanlığa sığmayan cinayətlər törədən və ömürlük məhkum olan şəxslər saxlanılır. Keçmişdə bu həbsxanada nəzarətçilərin qəddarlığı səbəbindən bir çox məhbus həyatını itirib. Həbsxananın bir hissəsində isə ömürlük həbs cəzasına məhkum edilmiş uşaq və yeniyetmələr saxlanılır. Suriyada yerləşən Tadmur həbsxanası dünyada vəhşiliklərinə görə 2-ci yerdə qərarlaşıb. Burada hər şey insan həyatını cəhənnəmə çevirmək üçün düşünülüb. Keçmiş prezident Bəşər Əsədin əleyhinə çıxan məhkumlara dəhşətli işgəncələr verilib. Məhbusların bir qismi vəhşi itlərə yem edilib. Hər məhbus üçün isə xüsusi işgəncə tətbiq olunub. Braziliyada yerləşən
Qarandiru həbsxanası isə dünyada vəhşilik və dəhşətli işgəncələri ilə birinci yer tutur. Ölüm kamerası adlandırılan bu həbsxana cəhənnəm əzabını xatırladır. Burada hər gün məhbuslarla nəzarətçilər arasında müharibəni xatırladan qarşıdurmalar baş verir. Bu qarşıdurmalar nəticəsində hər gün bir neçə insan həyatını itirir. Bu həbsxanaların adları tarixə yalnız şiddət və qəddarlıqla düşüb. Onların bir çoxunda insan haqları ciddi şəkildə pozulur. Məhkumlar il boyu ağır fiziki və psixoloji təzyiq altında yaşayır. Bu müəssisələr dünya miqyasında kriminal sistemin ən qaranlıq və acınacaqlı simasını əks etdirir. Vaxt ayırıb videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz. Sağ olun.